Kanalımda sizi salamlayıram və bugünkü dərsdə biz slaydların dizaynı ilə məşğul olacağıq və slaydların içinə şəkilləri daxil edəcəyik. Keçən dərslərdə mən sizə demişdim ki, çalışırız bir müddət boş prezentasiya ilə məşğul oluruz. Yəni boş prezentasiyadan istifadə edirsiniz. Amma əgər istəyirsinizsə, hazır şablonlarda istifadə edə bilərsiniz. Bu səhifədə burada əgər sizdə lisenziyalı proqramdırsa, burada 20-yə yaxın şablon görəcəksiniz. Əgər mənim kimi lisenziyasız sizdə proqramdırsa, burada avtonom robotlarını basırsınız və burada sizdə 9 dənə şablon görsənəcək. Tutalım ki, bu şablonu seçirik və bundan işləmək istəyirik. Seçdik. Burada дополнительное изображение. Üç bucaqları basırsınız. Belə bir şəkillər çıxır. Və создать, yəni yarat düyməsini basırsınız. Və artıq sizin slayd hazır şablonla, hazır mövzu ilə, hazır dizaynla necə istəyirsiniz yaranır. Amma mən bu faylı bağlayıram və keçirəm bizim prezentasiyamıza. Bunu boş prezentasiyadan yaratmışıq. Eyni əməliyyatı proqramın içindən də eləmək olar. Keçirsiniz Design tabına və burada görürsünüz, həmin şablonlar burada var. Tutalım ki, bu şablonu seçirik. Seçdik və fikir verirsiniz. Kursor birinci slaydda durur. İstəyir 3-cü slaydda dursun, istəyir 4-də, istəyirsə 2-də durur. Fərqi yoxdur. Mövzunu seçən kimi, yəni bu bölmədə, yəni tema bölməsindən, yəni mövzu bölməsindən istənilən mövzunu, istənilən dizaynı seçən kimi o bütün slaydlara şamil olunur. Kursordan asılı olmayaraq. Və görürsünüz, bütün slaydlar yaşıl fon qəbul edir. İndi tutalım ki, bir dənə slayd əlavə etmək istəyirsiniz. Burada bax sağ düyməni, sozdать slayd, yəni slaydı yarat və fikir verirsiniz, həmin slayd, həmin mövzunu, həmin dizaynı qəbul edir. Və bundan sonra yaratdığımız bütün slaydlar bu dizaynda olacaq. Bu çox rahatdır. Əgər bir müddətdən sonra dizaynı dəyişmək istəsə, deyək ki, bu dizaynı seçmək istəyirsiniz. Seçdiniz və bütün slaydlar həmin dizaynı qəbul edir. İndi sual yarana bilər. Tutalım ki, bizdə burada 20 slayd var və bizə lazımdır ki, ikinci və üçüncü slayd başqa bir dizaynda olsun. Onda tutalım ki, ikinci slaydı seçirik, keçirik bura, bu mövzuya və burada sağ düyməni yox, sol düyməni yox, sağ düyməni basırıq, muşqanı. Və buradan применить к выделенным slaydам, yəni seçilmiş slaydlara tətbiq elə. Və görürsünüz, birinci, üçüncü, dördüncü slaydlar yaşıl rəngdə olur, yaşıl dizaynda olur. İkinci slayd isə belə tünd göy dizaynda olur. Əgər bir neçə slayda tətbiq eləmək istəyirsinizsə, tam ikinci və üçüncü slayda seçirsiniz ikinci slaydı, sonra Ctrl düyməsini basırsınız klaviaturadan, sol düyməni basırsınız, ikinci slaydı seçirsiniz və buradan sol düyməni də basa bilərsiniz, belə sağ düyməni də basa bilərsiniz və buradan həmin əmri seçirsiniz. Yəni əgər bir slaydı seçirsinizsə, onda buradan sağ düyməni basırsınız. Əgər 2, 3 yaxud 4 və ondan çox slaydlar seçirsinizsə, burada solda basa bilərsiniz, sağı da basa bilərsiniz. İndi tutalım ki, bu dizayn, yəni bu mövzu sizi qane edir, amma rəngləri dəyişmək istəyirsiniz. Onda keçirsiniz bu bölməyə, variantı bölməsinə, buradan bu üç bucağı basırsınız və açılmış menüdən rəngləri dəyişirsiniz. Tutalım ki, göy rəngi seçmək istəyirsiniz. Belə göy rəng var, belə göy rəng var və belə göy rəng var. Tutalım ki, belə göy rəngi seçdiniz və fikir verirsiniz,
Kursor ikinci slaytda durur. Mən bu mövzunu seçən ki, rəngi dəyişən kimi bütün slaytlarda rənglər dəyişir. İndi baxaq görək bu slaytlara şəkilləri necə yerləşdirmək olur. Birinci birdə Mercedes avtomobilləridir. Mən 3 dənə şəkil hazırlamışam və indi həmin 3 şəkilləri bura yerləşdirəcəyik. Keçiriz bura, bu piktoqramlara və bu piktoqramı seçiriz buradan. Risunki, yəni şəkillər. Lazım olan qovluğu buradan tapırsınız. Məndə burada yerləşir. Biblioteka, yəni kitabxana və izobrazeniya şəkillər. Və buradan seçirəm birinci Mercedes'dir. Mercedes seçirəm şəklini, yerləşdirdim. Keçirəm BMW-yə. BMW-nin şəklini yerləşdirdim. Keçirəm Audi'yə. Audi'nin şəklini yerləşdirdim. Bütün şəkilləri böyüdüb kiçiltmək olar. Görürsünüz. Burada da bax belə və burada da seçdiniz. Böyütdünüz, kiçiltdiniz. Yaxud sağ düyməni basırsınız və burada görürsünüz. Ön plana, na передний plan və arxa plana, na задний plan. Burada ölçülərini dəyişə bilərsiniz, formatı dəyişə bilərsiniz və s. və ilaxır. İndi bu şəkillərə görə necə başqa cürdə yerləşdirmək olur. Tutalım ki, bax, bu iki slayd bizdə yoxdur. Ləğv eləyək iki slaydı. Tutalım ki, bizdə bir Mercedes slaydı var və Mercedesin şəkli var. Audi ilə BMW-ni buradan yerləşdirmək istəyirik. Bunu necə eləmək olar? Sağ düyməni burada basırıq. İkinci slaydın üstündə və dublировать slayd və bir də dublировать slayd. 3 dənə eyni slayd olur. Keçirik 3-cü slayda və burada Mercedesin əvəzinə yığırıq Audi. Gəliz burada da Mercedesi dəyişək ilə BMW. İndi görək şəkillər necə dəyişəcək. Birinci variant Audi'də. Mercedes'i ləğv eləyirik. Seçirik. Klaviaturdan delete düyməsini basırıq. Yenə də keçirik bura Risunki və buradan Audi'ni seçirik. Bax belə. İkinci variant. Şəkli yox eləmirik. Onun üstündə sağ düyməni basırıq. İzmir Risunuk, yəni şəkli dəyiş. Bu pəncərəyə fikir verməyiz. Məndə çıxır, sizdə ola bilsin, bu çıxmayacaq. Əgər çıxırsa, avtonom robotdan basırsınız. Və buradan BMW-nin şəklini seçirsiniz. Və iki variantdır. Belə də eləyə bilərsiniz, belə də eləyə bilərsiniz. Yəni, ləğv eləyib təzə şəkli qoya bilərsiniz, yox şəklin üstündə dəyişiklik yapıra bilərsiniz. Bununla bugünkü dərsimiz yekunlaşır. Bugünə bu qədər. Təşəkkürlər.